Azərbaycan Sasani İmperiyası dövründə Sasani dövlətinin yaranması. Roma İmperiyası ilə aparılan uzun sürən müharibələr və daxili çəkişmələr nəticəsində Parfiya dövləti tədricən zəiflədi. Əyalət hakimlərindən biri olan Ərdəşir Babəkan 226-cı ildə Parfiya dövlətinə son qoydu. Beləliklə Sasani dövlətinin əsası qoyuldu. Dövlətin və sülalənin adı Ərdəşir Babəkanın babası Sasanın adı ilə bağlı olmuşdur. Sasanilər Parfiyanın asılı dövlətlər sistemini ləğv edərək mərkəzləşdirilmiş dövlət yaratdılar. Sasani hökmdarları Şahənşah, tabe edilən ərazilərin hakimləri isə Şah adlanırdı. Şahənşahdan sonra dövlətdə ikinci şəxs Zərdüşt məbədinin baş kahini idi. Sasani dövlətinin paytaxtı Ktisifon şəhəri, dövlət dini isə Zərdüştülük idi. Sasani şahları Zərdüştülük dinini yayırdılar. Sasani şahlarının Zərdüştülük dinini yaymaqda məqsədi öz hakimiyyətlərini möhkəmləndirmək, tabe edilmiş müxtəlif xalqları itaətdə saxlamaq. Bunu bilmək maraqlıdır. Sasani şahənşahları özlərini Hürmüzdün yer üzündəki nümayəndələri kimi təbliğ edirdilər. Sasani metal pulların bir tərəfində hökmdarın, digər tərəfində isə müqəddəs odun təsvirinin olması bunu aydın göstərir. Sasanilər öz hakimiyyətini gücləndirmək məqsədi ilə yeni ərazilər işğal etdilər. Nəticədə Sasanilər öz dövrünün ən güclü dövlətlərindən birinə çevrildi. Azərbaycanın Sasanilər dövləti tərəfindən işğal edilməsi. Sasanilər 227-ci ildə Atropatenanı işğal etdilər. Atropatena tamamilə Sasanilər dövlətinin tərkibinə daxil edildi. Buranı şahənşahların təyin etdiyi canişin idarə etməyə başladı. Sasanilər dövləti Atropatena əhalisi üzərinə ağır vergilər qoymaqla yanaşı, buradan öz ordusu üçün əskər də toplayırdı. Yerləşdiyi ərazi və iqtisadi baxımdan Atropatena Sasani dövləti üçün xüsusi əhəmiyyət kəsb edirdi. Mühüm ticarət yolları Atropatena ərazisindən keçirdi. Bu isə iqtisadi həyatın canlanmasına və şəhərlərin daha da çiçəklənməsinə səbəb olurdu. Atropatenanın keçmiş paytaxtı olan Qazaka Sasani dövləti üçün dini mərkəz rolu oynayırdı. Sasani şahları hakimiyyətə gəldikdə paytaxtdan Qazakada yerləşən baş məbədə piyada getməli idilər. Daha sonra Sasani dövləti Albaniyaya nəzarət uğrunda mübarizəyə başladı. Burada Arşakilər sülaləsi hakimiyyətdə idi. Albaniyaya nəzarət uğrunda mübarizədə Sasani dövlətinin əsas rəqibi Roma İmperiyası oldu. 3-cü yüzilin 60-cı illərində Sasanilər dövləti Roma İmperiyasına qalib gəldi və Albaniyanı özünə tabe etdi. Lakin Atropatenadan fərqli olaraq Albaniya daxili müstəqilliyini saxlamağa nail oldu. Arşakilər sülaləsi daxili müstəqilliyini qorumaqla qısa fasilələrlə 510-cu ilə qədər hakimiyyətdə qaldı. Sasanilər Atropatena və Albaniyada möhkəmlənmək üçün farsdilli əhalini buraya köçürdülər. Onları şimal sərhədlərində məskunlaşdırdılar. Bu yolla Sasanilər bölgədə özlərinə dayaq yaratmağa çalışırdılar. Albaniyanın ən qüdrətli hökmdarlarından biri Urnayr idi. O, bütpərəstliyə qarşı mübarizə aparmış, 313-cü ildə xristianlığı rəsmi din kimi qəbul etmişdi. Buna baxmayaraq, Albaniyada xristianlıq bütün əhali tərəfindən qəbul edilməmişdi. Xristianlıq Albaniyada 1-ci yüzillikdən yayılmağa başlamışdır. Alban hökmdarı Urnayrın hakimiyyəti dövründə bütpərəstliklə mübarizə güclənmiş, xristianlıq dövlət dini elan edilmiş və kilsələrə torpaqlar bağışlanmışdır. Urnayrın dövründə Albaniya əhalisinin bir hissəsi xristianlığı qəbul etmiş, qalan əhali öz əvvəlki dinində qalmışdır. Xarici siyasət sahəsində isə Urnayr Sasani dövləti ilə müttəfiqlik siyasəti yürüdürdü. Bu dövrdə Cənubi Qafqaz uğrunda Sasani-Roma müharibələri kəskinləşmişdi. 359-cu ildə Sasani hökmdarı müttəfiqlərindən Albanlar, Saklar və Hunlardan ibarət böyük bir ordu ilə Roma ərazisinə daxil oldu. Onun əsas məqsədi Suriya torpaqlarını ələ keçirmək idi. Lakin Fərat çayının daşması və şiddətli daşqınların yaratdığı təhlükə nəticəsində yürüşün istiqaməti dəyişdirilərək Amid şəhərinə, yəni indiki Türkiyədəki Diyarbəkir şəhərinə tərəf yönləndirildi.
Amid Dəclə çayının şərq tərəfində böyük bir ərazini əhatə edən nəhəng divarları olan alınmaz bir şəhər idi. Bu şəhəri böyük bir Roma qoşunu müdafiə edirdi. Burada müttəfiqlər Roma ordusunu ağır məğlubiyyətə uğratdı və Amid şəhərini tutdular. Nəticədə xeyli qənimət və əsirlər əldə etdilər. Lakin tərəflər arasında mübarizə bir müddət davam etdi. Amid döyüşünün iştirakçısı olan Roma tarixçisi Ammian Marcelin yazırdı ki, Sasani şahından sağda onunla yerinə və hörmətinə görə eyni olan Albanların hökmdarı mövqe tuturdu. 5-ci yüzilliyin ortalarında şimaldan yürüşlər nəticəsində Albaniyanın paytaxtı Qəbələnin siyasi və iqtisadi əhəmiyyəti nisbətən azalmışdı. Buna görə də Alban hökmdarı 2. Vaçenin hakimiyyəti dövründə paytaxt Qəbələdən Bərdəyə köçürüldü. Albaniya hökmdarın yanında məşvərətçi orqan, yəni məclis fəaliyyət göstərirdi, dövləti idarə edirdi, baş komandan idi, qanunları qəbul edirdi. Sasanilər şimal sərhədlərini müdafiə etmək üçün bir çox sədlər inşa etdirdilər. Bu işə Albaniya əhalisi cəlb edilmişdi. Əhali əsas təsərrüfat işlərindən uzaqlaşdırıldığından ölkənin iqtisadi həyatına ağır ziyan dəyirdi. İnşa işləri üçün Alban əhalisindən çoxlu vergi də toplanırdı. Sasani şahları Azərbaycanın Xəzər sahili bölgələrində mövqelərini möhkəmləndirmək, şimal istiqamətindən hücumların qarşısını almaq üçün Beşbarmaq və Şirvan müdafiə divarlarını inşa etdirmişdilər. Dərbənd keçidi üzərindəki nəzarəti daha da gücləndirmək üçün 8 metr qalınlığında daş divarlar və bürclər qurulmuşdu. Bununla da Böyük Qafqaz dağlarının zirvələrindən Xəzər dənizinin içərilərinə qədər uzanan və bizim günlərə qədər öz əzəməti ilə insanları heyran edən möhtəşəm Dərbənd səddi yaradılmışdı. Albaniyada yerli əhalinin vəziyyəti daha da çətinləşirdi. Ölkəmizdə Sasanilərə qarşı tez-tez üsyanlar baş verirdi. Bu üsyanların səbəbləri zərdüştiliyin zorla qəbul etdirilməsi, siyasi narazılığın daha da artması, vergilərin artırılması və fasilli əhalinin köçürülərək münbit torpaqlarda yerləşdirilməsi idi. 2. Vaçenin hakimiyyəti dövründə də üsyan baş verdi. Sasanilər bu üsyanı məğlub edərək 463-cü ildə Albaniyanın daxili müstəqilliyini ləğv etdilər. Sasani dövləti tərəfindən əhali və onun əmlakı siyahıya alındı. Vergilər artırıldı. 5-ci yüzilliyin sonlarında Sasanilər Axunlara, yəni erkən orta əsrlərdə mövcud olmuş Türk dövlətinə qarşı müharibələrdə məğlub olaraq zəiflədi. Albaniyada və qonşu ölkələrdə yeni üsyanlar baş verdi. Nəticədə Albaniyanın daxili müstəqilliyi bərpa edildi və Sasani dövlətindən ödədiyi vergilər azaldıldı. Əhalinin dini və etiqad azadlığı tanındı. Arşakilər sülaləsinin sonuncu hökmdarı olan 3. Vaçaqan Albaniyada hakimiyyətini möhkəmləndirmək üçün dindən istifadə etdi. O, əhalinin geniş təbəqələri arasında xristianlığı yaymağa çalışır, ateşpərəstləri və bütpərəstləri təqib etdirirdi. Vaçaqan xristianlığı möhkəmləndirməklə ölkədə dini birlik yaratmağa çalışır, islahatlar həyata keçirirdi. 3. Vaçaqan Alban kilsəsinin müstəqilliyini təmin etmək üçün xüsusi kilsə məclisi çağırmışdı. Məclisdə qəbul edilən qanunlar əyanların hüquqlarını və vergini tənzimləyirdi. 3. Vaçaqan yeni kilsələr tikdirir, kilsə məktəbləri açdırırdı. Lakin yenə də xristianlıq bütün Albaniya ərazisində əhalinin yalnız bir hissəsi tərəfindən qəbul edildi. Onun hakimiyyəti dövründə Albaniya siyasi və mədəni cəhətdən inkişaf etdi. 481-84-cü illərdə Albaniya, İberiya, yəni indiki Gürcüstan və başqa bölgələrdə Sasanilər dövlətinə qarşı baş vermiş üsyanlar qələbə ilə başa çatdı. 485-ci ildə üsyançılarla Sasani hökmdarı arasında müqavilə bağlandı. Müqaviləyə görə Albaniyanın daxili idarə etmə hüququnun bərpa edilməsinə icazə verildi. Xristianların təqibi dayandırıldı. Daxili və xarici siyasi sabitliyini təmin edən Sasani dövləti Albaniyanın yerli hökmdar hakimiyyətini yenidən ləğv etdi. 510-cu ildən 629-cu ilədək Albaniyanı Sasani canişinləri idarə etdilər.
6-cı yüzillikdə Sasani şahı 1-ci Xosrov inzibati sahədə islahatlar keçirdi. Nəticədə Atropatena və Albaniya Azərbaycan adlanan şimal canişinliyinin tərkibinə daxil edildi. Onun hakimi Adurbaqan şah adlanırdı. İnzibati islahat, yəni ərazi bölgüsü sayəsində həyata keçirilən dəyişikliklərdir. Məzdəkilər hərəkatı. Ardıcıl müharibələr, vergilərin artırılması və uzun sürən quraqlıqlar nəticəsində Sasanilər dövlətində əhalinin vəziyyəti pisləşmişdi. Belə bir şəraitdə 5-ci yüzilin sonlarında Sasani dövlətində üsyan başlandı. Üsyana Məzdək adlı şəxs başçılıq edirdi. Bəzi tarixçilərə görə Məzdək Təbriz şəhərində anadan olub. Məzdəkin əsas məqsədi Tanrının yaratdığı nemətlərin insanlar arasında bərabər bölünməsi idi. Məzdəkilər ədalətli cəmiyyət qurmaq uğrunda mübarizə aparırdılar. Onlar xeyrin şər üzərində qələbəsinə inanırdılar. Məzdək mübarizə yolu ilə ədalətli cəmiyyətin qurulmasını mümkün hesab edirdi. Cəmiyyətdə insanlar arasında bərabərsizliyə qarşı çıxan, hamının bərabər olmasını təbliğ edən Məzdək əhali arasında böyük dəstək qazandı. Tezliklə güclənən üsyan Atropatenaya da yayıldı. Hərəkatda əhalinin geniş təbəqələri, kəndlilər, sənətkarlar, şəhər yoxsulları və bəzi əyanlar da iştirak edirdilər. Sasani şahı 1-ci Qubadın hakimiyyəti illərində hərəkat daha da gücləndi. Dövlətin təməli olan vergidir və bu zülmlə deyil, ədalətlə toplanmalıdır. Ərdəşir Babəkan Sasani dövlətinin ilk hökmdarı. Məzdək öz çıxışında deyirdi: Allah bütün insanları bərabər yaratmışdır. Lakin bir qrup insan bütün sərvətləri öz əllərində toplayaraq varlanmışdır. Bu sərvətləri onların əlindən alaraq bütün insanlar arasında bərabər şəkildə bölmək lazımdır. Hər kəs bir-birinə yardım etməlidir ki, heç kəs aclıq hissi duymasın. Şah əvvəlcə bu hərəkatı himayə edirdi. Onun məqsədi mərkəzi hakimiyyət üçün təhlükəli olan iri əyanları və din xadimlərini sıradan çıxarmaq idi. Belə ki, bu dövrdə quraqlıq nəticəsində baş verən məhsul qıtlığı zamanı Məzdəkin məsləhəti ilə taxıl anbarlarından əhaliyə ərzaq da paylandı. Məzdəkilər hərəkatını himayə etdiyi üçün iri feodallar 1-ci Qubadı taxtdan saldılar. O, Axund dövlətinin hökmdarına sığındı. Bundan sonra Məzdək və tərəfdarları Azərbaycana qaçmağa məcbur oldu. Axundların köməyi ilə 1-ci Qubad hakimiyyətini bərpa etdi. Bundan sonra Məzdəkilərə ehtiyac qalmadığı üçün onlara qarşı mübarizəyə başladı. Qubad onları dini söhbət bəhanəsi ilə saraya dəvət etdi. Məzdək və bəzi tərəfdarları dəvəti qəbul edərək saraya gəldilər. Qubad onları zindana saldırdı. 6-cı əsrin 1-ci yarısında Məzdəkilər hərəkatı amansızlıqla yatırıldı. Məzdək və hərəkatın iştirakçıları edam edildi. Üsyan yatırılsa da, Sasani hakim dairələri iqtisadi, idarə etmə və sair sahələrdə islahatlar keçirməyə məcbur oldu. Albaniyanın ərazisi və iqtisadi vəziyyəti. Qədim dövrdə olduğu kimi, Albaniyada əkinçilik, maldarlıq və sənətkarlıq sahələri inkişaf edirdi. Kür çayının hər iki sahilində, Nil Muğan düzündə və Naxçıvanda əhali əsasən əkinçiliklə məşğul olurdu. Böyük Kür çayı bu ölkənin düz ortasından sakitcə axaraq iri və xırda balıqlar gətirir. Çayın sahilləri boyu münbit çöllərdə küllü miqdarda taxıl və üzüm, neft və duz, ipək və pambıq, çoxlu zeytun ağacları var. Musa Kalankatlı Alban tarixçisi. 3-5-ci yüzilliklərdə sənətkarlıq daha da inkişaf etdi. Onun yeni sahələri yarandı. Sənətkarlıqda istifadə olunan əmək alətləri daha da təkmilləşdi. Məhsuldar qüvvələrin inkişafı və şəhərlərin rolunun artması sənətkarlığın və mühüm sahələrindən biri olan toxuculuğun inkişafına səbəb oldu. Azərbaycanda ipəkçilik meydana gəldi. Yerli sənətkarlar yun, kətan, pambıq, ipək parçalar və xalçalar toxuyurdular. Albaniyada metallurgiya və duluzçuluq, eyni zamanda ağac emalı, daş yonma, şüşə istehsalı, göndəri və sair sahələr inkişaf edirdi. Bu dövrdə Albaniyada qədim şəhərlər, Qəbələ, Naxçıvan, Dərbənd inkişaf etmiş, yeni şəhərlərin yaranması prosesi gedirdi.
Albaniyanın paytaxtı olan Bərdə mühüm beynəlxalq ticarət yollarının üzərində yerləşirdi. Bərdə yaxın və Orta Şərqin ən böyük ticarət mərkəzlərindən biri idi. Ticarət yollar üzərində yerləşən Beyləqan şəhəri də inkişaf dövrünə qədəm qoymaqda idi. Azərbaycan ərazisində hələ qədim zamanlardan türk tayfaları məskunlaşmışdır. 3-6-cı yüzilliklərdə bölgəyə yeni türk tayfaları gəlmişdi. Sasani şahları şimal dağ keçidlərində qalalar və müdafiə sədləri tikdirmiş, hərbi dəstələr yerləşdirmişdilər. Lakin türk tayfalarının, Hunların, Xəzərlərin, Sabirlərin və s. axınının qarşısını almaq mümkün olmurdu. Onlar Albaniyada yerli, dil cəhətdən qohum türklərin yanında məskunlaşır və qaynayıb qarışırdılar. Qafqaza gələn Hunlar Xəzər dənizinin qərb sahillərində məskunlaşdılar. Sonra Azərbaycana gələrək Mil düzünə qədər irəlilədilər. Hunlardan sonra digər türk tayfaları Bulqar, Xəzər, Sabir, Goruz, Kəngərlər və s. gəlmişdilər. 3-cü yüzilliyin başlanğıcından Hunlar Qafqaz dağ silsiləsinin güneydə yerləşən ölkələrə yürüş etdilər. Bu dövrdən başlayaraq yürüş edənlərin sırasında Xəzər və Barsilərin adları çəkilir. 395-96-cı illərdə Hunların Azərbaycana böyük yürüşü oldu. Onların arasında Xəzərlərin də adları çəkilir. Ərəb tarixçisi Təbəri Xəzərləri türklər adlandırır. Atropatena ərazisi və şəhərləri. Atropatena Sasani dövlətinin ən mühüm əyalətlərindən biri olmuşdur. Təbii coğrafi və strateji şəraitin əlverişli olması onu digər əyalətlərdən fərqləndirirdi. Burada böyük şəhərlər var idi. Şəhərlər ticarət yolları üzərində yerləşdiyindən dünya ticarətinə də cəlb edilmişdi. Bu, Atropatenanın iqtisadi-ictimai inkişafına mühüm təsir göstərmişdir. Sasani imperiyasının şimal canişinləri dövrün Ərdəbil və Təbriz kimi böyük ticarət mərkəzlərini özlərinə iqamətgah etmişdi. Təbriz hələ qədim dövrlərdən beynəlxalq ticarət karvan yollarının kəsişmə nöqtəsini təşkil edirdi. Ərdəbil Sasanilər dövründə canişinlik mərkəzi olmuşdur. Bəzi tədqiqatçılara görə Ərdəbil sözü arta və vil, yəni müqəddəs və şəhər sözlərindən ibarət olub müqəddəs şəhər deməkdir. Atropatenanın qədim şəhərlərindən biri də Marağadır. Bu şəhərin gözəl iqlimi və əlverişli təbii coğrafi şəraiti olmuşdur. Qazaka da Atropatenanın qədim şəhərlərindən biri idi. Ticarət yolları bu şəhərdən keçir, Azərbaycan şəhərlərini qonşu ölkələrlə birləşdirirdi. Şahlara məxsus olan əsas atəşgahın burada yerləşməsi və füsunkar təbiətə malik olması tarixən onun iqtisadi-siyasi cəhətdən inkişaf etməsinə şərait yaratmışdır. Sasani dövlətinin Azərbaycandakı canişini özü üçün imarət tikdirmək və bağ saldırmaq istəyirdi. Lakin kimsəsiz bir qarının daxması və həyətyanı torpağı bu işin icra edilməsinə mane olurdu. Qarı öz mülkünü satmaq istəmirdi. Lakin hakim daxma və torpağı zorla ondan aldı. Qarı 1. Xosrova şikayət etdi. Şah bu məsələni araşdırmış, qarının haqlı olduğu məlum olmuşdur. Canişin nəinki qarının əmlakını mənimsəmiş, həm də ölkənin müxtəlif yerlərində xeyli karvansara, yaşayış binası və malikanəyə sahib olmuşdur. Qarının daxması və həyətyanı sahəsi özünə qaytarılmış, məmur isə cəzalandırılmışdı. Siyasətnamə Nizamülmülk.